Hakan Aydın konsertinin fəsadlarını yaşayırıq, amma bu riski göz almışdım. Sabah imtahanımdır və bu gecə gecələyirik. Bilin ki, çox çətin olduğu üçün arasında çox uzun məsafə buraxılan bir fənni ki, punktual bir fəndir, layihələrin idarə edilməsi fənnini son günə buraxıb, son günə yox, son gecəyə buraxıb. O mal kimdir? Hələ ikinci mühazirədəyəm. O bir dənə səs var ya, başlayacağım eğitiminin də 10 kimi sayıram. PDF'lər çox qarışıqdır. Bu nədir? Heç bir suni intellektə üzülməmişdim. 60 sualdan 40'ını oxumuşam. 1 saat 30 dəqiqədə oxumuşam. Neysə, görək 1 saat 30 dəqiqə hazırlaşmaqla bir tələbə imtahandan neçə bal ala bilər? Mənə də maraqlıdır. Belə girişim 48-dir. Görək çıxış nə olacaq. İmtahan olan hər kəsə uğurlar.